Salam izləyicilər, bu video dəstə Microsoft PowerPoint proqramında sadə təqdimatın yaradılmasını izah edəcəm. Bunun üçün iş masasında boş hissədə mouse'un sağ düyməsini vurursunuz. Açılan kontekst menyuda New, Sazdat, Yeni. Müvafiq olaraq, yəni İngilis, Rus, Azərbaycan dilində qeyd edirəm ki, hər kəsə rahat olsun. New əmrinin üzərinə mouse'un göstəricisini gətirdikdən sonra açılan alt menyuda mouse'un göstəricisini Microsoft PowerPoint Presentation adlı, yəni sətr üzərinə gətiririk və burada mouse'un sol düyməsini bir daha vurduqdan sonra bu proqrama məxsus təqdimat faylı yaranacaq və burada hər hansı bir ad veririk. Məsələn, Azərbaycan şəhərləri yazıram. Yəni bu barədə bir təqdimat düzəltməyə çalışacağam. Bu adı təsdiqləmək üçün iş masasında mouse'un sol düyməsini bir daha vurmaq kifayətdir ki, yəni yazılmış ad təsdiq olunsun və ya klaviaturadan enter düyməsini də vura bilərsiniz. Üzərində mouse'un sol düyməsini 2 daha vuraraq bu faylı açırıq və gördüyünüz kimi hal-hazırda təqdimat faylında slayd yoxdur. Slayd yaratmaq üçün Home, Qlavnaya tabında New Slide, sadəcə slide adlı əmr var. Qısa yolu Ctrl-mıdır klaviaturadan. Görürsünüz, burada qeyd olunub. Bu əmrin üzərində mouse'un sol düyməsini bir daha vurursunuz və nəticədə yeni slayd yaranır. Gəlin 6 ədəd slayd yaradaq. Deməli, vuraq ikinci slayd 3, 4, 5, 6 və daha sonra bu slaydları yaratdıqdan sonra Design tabına, yəni konstruktor tabına daxil oluruq və burada bu slaydlara tema vermək üçün müxtəlif burada temalar mövcuddur. Yəni bunlardan hər hansı birini seçirsiniz. Məsələn, mən Ion Boardroom adlı bir temanı seçirəm. Yəni üzərində mouse'un sol düyməsini bir daha vuraraq və nəticədə həmin bu tema, yəni üslub, forma, yəni bu slaydlara tətbiq olunur. Təbii ki, burada birinci slayd fərqli olur, çünki bu baş slayddır və daha sonra burada Variants adlı qrupda bu temanın müxtəlif variantlarını da tətbiq edə bilərsiniz. Əgər rənglər qane etməsə, Colors bölməsinə girib buradan da rəngi təyin edə bilərsiniz. Elə mən istəyirəm bu elə öz rəngində, yəni bənövşəyi rəngdə saxlayam və buraya kursoru qoyub kapsuluk düyməsini yandırıb böyük hərflərlə Azərbaycan şəhərləri sözünü yazıram və yazdıqdan sonra klaviaturadan Ctrl-A düyməsini basıram ki, bütün mətn fraqmenti seçilsin və Home Qlavnaya lent tabına daxil olub buradan yazının şriftini Algeriyanı seçirəm. Daha sonra qalın edirəm bu yazıları və rəngini girib buradan sarı rəng təyin edirəm və bu dairənin üzərinə mouse'un göstəricisini gətirib bunu bir qədər mouse'un sol düyməsini basıb saxlayaraq kiçildirəm. Və bunu yuxarıya daşımaq üçün bu mətn qutusunun kənarlarında, yəni kənarlarına gətirirsiniz. Burada görürsünüz 2 dənə ox düyməsi var. Yəni vertikal və üfüqi formada. Yəni bu ox işarəsini gördükdən sonra mouse'un sol düyməsini basıb saxlayıb çəkirsiniz yuxarı. Aşağı hissədə isə ad yazıram. Siz öz adınızı burada, öz ad soyadınızı yazın. Mən sadəcə bir misal olaraq hər hansı bir ixtiyari bir ad yazıram. Məsələn, Musa Sultanov. Daha sonra bunu yazdıqdan sonra elə həmin bu mətn fraqmentini də seçirəm. Daha sonra burada Align Right, yəni sağa düzləndirmə əmri ilə mouse'un sol düyməsi üzərində vuraraq sağa düzləndirirəm və qalın edirəm və ölçüsünü bir qədər şrifti təyin etdikdən sonra böyüdəcəm. Gəlin bunun şriftini də Jokerman yazaq. Jokerman yazırsınız. Jokerman yazısı görsəndikdən sonra ya klaviaturadan enter düyməsini vurursunuz, ya da ki burada mouse'un sol düyməsini həmin şrift adı üzərində vurursunuz və ölçüsünü bir qədər böyüdək. 32 edək, 32 punkt və rəngini də ağ rəng edək və yenə bu mətn qutusunun kənarlarından mouse'un sol düyməsini basıb saxlayaraq çəkək bir qədər aşağı və bir qədər də sağ tərəfə və daha sonra bu hissəyə şəkil əlavə eləmək istəyirəm. Bunun üçün google.com saytına girirəm və burada məsələn Azərbaycan Maps yazıram və burada müxtəlif şəkillər var. Bunlardan hər hansı birini əlavə edəcəm. Məsələn, gəlin elə bu şəkili əlavə eləyək. Üzərində mouse'un sağ düyməsini vururam, yəni istədiyiniz şəkili götürə bilərsiniz. Mən misal olaraq bunu götürürəm. Burada açılan kontekst menyuda əgər Azərbaycan dilindədirsə təsviri fərqli saxla, İngiliscə Save Images, Rus dilində isə saxlanın kartinko əmri olacaq. Bu əmrin üzərində mouse'un sol düyməsini bir daha vurursunuz və açılan pəncərədə desktop, iş masası, rəboçi stol, yəni seçirsiniz və buradan Save saxla əmri üzərində bir daha vurursunuz və həmin şəkil endirilir. Daha sonra PowerPoint proqramına daxil olaq və burada Insert Vставka tabına daxil olaq. Burada Pictures, Risunki əmri ilə bu şəkili əlavə edək. This device, yəni bu qurğudan, yəni kontrol yadaşından olan seçim üzərində vururam və buradan desktop seçib ya şəkili seçib buradan insert düyməsini vuracam, ya da ki
bu şəklin üzərində mouse sol düyməsini 2 dəfə vuraraq əlavə edəcəm və şəklin küncündən böyüdürəm. Normalda bunu böyüdəndə fikir verirsiniz, sağ aşağı tərəf böyüyür bu şəkil. Əməliyyatı ləğv edeyim. Amma siz bura gətirib eyni zamanda kontrol düyməsi ilə kontrol düyməsini basıb saxlayaraq və mouse'un sol düyməsini basıb saxlayaraq böyütsəz, fikir verirsiniz, hər tərəfə proporsional səviyyədə böyüyür şəkil. Böyütdükdən sonra bu şəklin yerləşməsini də təyin edək. Məsələn, şəkili bir qədər fikir verirsiniz, sağa çəkdikdə burada qırıq-qırıq xəttlər çıxır. Yəni həm üfüqi formada, həm də şaquli formada. Yəni bu slaydın ortasını bildirir. Yəni bu qırıq-qırıq xəttlər çıxandan sonra, yəni hər iki tərəfli saxlayıram və bu şəkli, bu yazını da bir qədər də aşağı çəkirəm. Bir qədər istəyirəm ki, yəni bu şəkillə bu yazı arasındakı məsafə, bu şəkillə aşağıdakı yazı arasındakı məsafə eyni olsun. Yəni simmetrik cəhətdən yaxşı görsənsə, ona görə bir qədər aşağı çəkdim və ikinci slayda daxil oluram. Üzərində mouse sol düyməsini vururam və burada plan sözünü yazacağam. Daha sonra bu mətni seçirəm və buradan Broadway adlı bir şrift var, ya da yuxarıda da yaza bilərsiniz. Bu şrift üzərində mouse sol düyməsini bir daha vururam. Ölçünü 48 punkt edirəm və qalın edirəm və ortaya düzləndirirəm. Daha sonra istəyirəm bu hərflər biraz bir-birindən aralı olsun, yəni simvollar arası məsafəni dəyişmək istəyirəm. Burada character spacing adlı əmri var, buraya daxil oluram. Very tight eləsəm sıx olacaq, tight sıx, normal, loose seyrək, very loose çox seyrək. Very loose seçirəm. Əgər sizə qane etməsə, mouse spacing bölməsinə girib buradan, yəni ölçünü daxil edib biraz da aralı və ya sıx edə bilirsiniz. Elə bu proqramın verdiyi very loose ölçüsü ilə araladım və kifayət edir, yetərlidir mənim üçün, yəni istəyimə uyğundur. Və bu hərflərin hər birini seçib bir rəng verəcəm. Məsələn, buraya daxil oluram və mavi rəngi seçirəm, light blue rəngini. Daha sonra L hərfini seçirəm. Buradan gəlib qırmızı rəng verirəm. A hərfi ilə ağ rəngdə qalsın. N hərfini seçib yaşıl, yəni standart yaşıl rəngi verirəm, green rəngi. Daha sonra bu hissəyə mouse'un sol düyməsini bir daha vururam və belə deyək, markerlər var burada, yəni bu əmrə daxil olaram, bullets əmrinə. Burada məsələn şərti işarələrlə təsvirlərdir bunlar, abzasların şərti işarələrlə təsviridir. Burada hər hansı birini seçə bilərsiniz. Məsələn, mən bunu seçirəm. İstəsəm hətta bunun rəngini də dəyişə bilərəm. Burada bullets and numbering adlı bölmədə burada color adlı əmr var, yəni buradan rəngi istəyimə uyğun təyin edə bilərəm. Məsələn, rənglər, məsələn, həmin daha doğrusu bu işarələr dark blue rəngində olsun, bu rəngi seçirəm və OK düyməsini vururam. Və burada yazının şriftini də dəyişirəm. Snap ITC adlı fontu seçəcəm. Ya burada Snap ITC-nin üzərində sol düyməsini vururam, ya da bunu yazdıqdan sonra yuxarıda Enter düyməsini sıxsam həmin yazı növündə olacaq və burada yazıram Bakı, Enter düyməsini vururam. Gəncə, Enter, Lənkəran. Daha sonra Quba yazıram. Daha sonra bu mətnləri seçirəm və buradan elə mətn qutusuna sığacaq qədər böyüdürəm. Və daha sonra bu başlıqları da rəng verirəm. Deməli, üzərində mouse sol düyməsini 2 dəfə vururam Bakı sözünün və həmin bu rəngləri tətbiq edirəm. Gəncə sözünü seçirəm. Qırmızı rəng verirəm. Lənkəranı ağ rəng etsəm, buradakı kimi yəni görsənməyəcək, çünki aşağı hissə ağ rəngdədir. Ona görə bunun rəngini qara rəng edirəm. Quba sözünü seçib, bunu da yaşıl rəng verirəm. Daha sonra mən istəyirəm ki, bu planda yazdığım başlıqlar digər slaydın baş hissəsində yazmaq istəyirəm. Bunları yenidən yazıb bu formatları vermək vaxt aparacaq. Ona görə bu elə başlıqları seçib kopyalasaq daha yaxşıdır. Bunun üçün Home Glanner lent tabında copy, yəni copy adlı əmri var. Bunun üzərində mouse sol düyməsini bir daha vururuq və gəlib 3-cü slaydda kursoru bura qoyub, daha sonra paste slide əmrini sıxırıq və başlığı ortaya düzləndirik. Daha sonra Gəncəni seçirik, copy, 4-cü slayd bura qoyub paste əmrini sıxırıq və ortaya düzləndirik. Həmçinin digərlərini də Lənkəranı seçdik, gətirdik bura qoyduq, kopyalayandan sonra paste-i basırıq və ortaya düzləndirək və bunu seçək, rəngini ağ rəng edək. Daha sonra Quba sözünü seçək, copy, daha sonra buraya gətirib qoyub paste edək və yenə də ortaya düzləndirək. Bundan sonra bu başlıqlara uyğun şəkillər əlavə eləmək istəyirəm. Şəkilləri slayda əlavə eləmək üçün bayaq insert tabındakı pictures adlı əmrdən istifadə edirdik. Eyni zamanda bunu etmən başqa yol da var. Belə ki, obyekt qutusunda həmin əmr pictures əmri burada mövcuddur, düymə şəklində. Bunun üzərində mouse sol düyməsini bir daha vurub
Açılan pəncərədə şəkli seçərək də əlavə edə bilərsiniz. Deməli, Bakıya uyğun şəkil budur. Ya seçib aşağıdan insert düyməsini vurursunuz, ya da ki, üzərində mansol düyməsini 2 dəfə vurursunuz və bu şəkli bir qədər böyüdək. Daha sonra bunu sağa doğru yerləşdirək. Və yerləşdirəndə də çalışın ki, yuxarıdakı boşluqla aşağıdakı boşluq eyni olsun ki, yəni simmetri görsənsin. Gəncə adlı slayda daxil olaq. Burada yenə Pixels əmri vasitəsilə Gəncə aid şəkli seçək. Bunu da bir qədər böyüdək. Bunu fərqli olaraq, yəni Bakı slaydından fərqli olaraq bunu sola doğru yerləşdirək. Daha sonra Lənkərana aid şəkli əlavə edirəm. Samoval şəkli üzərində olan sol düyməsini bir daha vururam, 2 dəfə vururam və daha sonra bir qədər böyüdürəm və yuxarıya doğru çəkirəm və ortada saxlayıram. Daha sonra Qubanı da əlavə edək şəklini. Deməli, şəklin üzərində olan sol düyməsini bir daha vururam və bir qədər böyüdürəm və aşağıda orta hissədə görürsünüz qırıq-qırıq xəttlər əks olunur, yəni kömək edir bizə. Aşağıda saxlayıram. Bundan sonra həmin bu slayd başlıqlarına aid mətnlər bizə lazımdır. Bunun üçün Google axtarış sisteminə qayıdıram və burada hamısı all vse, yəni bölməsi üzərində olan sol düyməsini bir daha vururam və ardıcıl pozmaq istəmirəm, Bakı yazıram. Və burada müxtəlif, yəni Bakı şəhərinə aid, yəni müxtəlif linklər açılır. Elə birinci linkə daxil oluram. Və burada Bakı sözündən 59 qəsəbə daxildir. Və bu hissəyi kimi seçirəm. Mansol düyməsini buraxıram və burada köçür, copy-root. Kopya əmri üzərində mansol düyməsini bir daha vururam. Əgər sizdə açılmasa belə bir şey, mouse'un sağ düyməsini vursanız, yəni kontekst menüdə, yəni bu əmri görəcəksiniz. Daha sonra PowerPoint proqramına daxil oluruq. Biz burada paste əmrini sıxsaq və ya qısa olan Ctrl-V düyməsini. Bu zaman həm bu mətn, həm də ki, bu mətndə olan linklər də buraya düşəcək. Baxın, göstərin, baxın, burada göy rəngli linklər var. Müxtəlif səhifələri keçid eləmək üçün. Yəni, onlar da PowerPoint slaydınıza düşəcək. İstəmirəm bunlar düşsün. Bunun üçün nə edərəm? Paste əmrinin daxilinə girib, burada Keep Text Only seçimi var. Bu seçim üzərində olan sol düyməsini bir daha vurub, yəni bu formada əlavə edəcəm və mətni bir qədər aşağı çəkirəm. Fikir verirsiniz, yuxarıda şəkillə eyni belə deyək də, ölçüdə olanda yuxarı hissədə eyni nizamda mansol sol düyməsini basıb saxlayıb buraxıram. Yəni bayaq mansol sol düyməsini basıb saxlayıb çəkmişdim aşağı və yəni eyni nizamda görsənəndən sonra yəni mansol sol düyməsini buraxıram və daha sonra bir qədər bu mətn qutusunun şəklinə doğru tərəf çəkirəm və burada artıq şeyləri silirəm və bunları da silim. Daha sonra bu mətn fraqmentini seçib buradan yazı şriftini Times New Roman seçirəm. Ölçünü bir qədər böyütmək istəyirəm. Burada hər iki tərəfdən düzləndirmə əmri var, justify əmri. Bunu seçirəm ki, yəni hər iki tərəfi düz olsun, səliqəli görsənsin. Burada bəzi sözlərin altında qırmızı xəttlər var. Əgər istəmirsinizsə bunları görsənsin. Burada dil paneli üzərində mansol düyməsini bir dəfə vururuq və açılan pəncərədə Don't Check Spelling və Azərbaycan Latın seçimlərini etdikdən sonra OK düyməsini vururuq. Əgər sizdə bu Azərbaycan Latın, yəni dil paneli görsənməsə burada, yəni sözləri ayrı-ayrı seçsəz, yəni burada mütləq görsənəcək. Və şəkili də seçirəm və bir qədər aşağıdan da uzadıram ki, bu şəkili yəni aşağıdan da eyni nizamda qalsın. Görürsünüz, qırıq-qırıq xəttlər bizə kömək olur burada. Və Bakı sözünü seçib bold əmri vasitəsilə, yəni jırni əmri vasitəsilə qalın edirəm ki, biraz seçilsin bu məlumat. Yəni bilinsin ki, bu başlıqdır və digər slaydlarda da eyni əməliyyatı yerinə yetirəcəm. Elə bu hissədə Gəncə yazıram. Enter düyməsini vururam və Gəncə sözündən yerləşir sözünü kimi seçirəm. Kopya əmrini, yəni sıxıram, yəni köçürmə əmrini və daha sonra burada paste əmrinin daxilinə Keep Text Only adlı əmri var. Bu əmri üzərində olan sol düyməsini bir daha vururam və yenə şəklin yuxarısı ilə eyni nizamda olduqdan sonra hər iki tərəfə düzləndirmə edirəm və şrifti Times New Roman seçirəm və mətn qutusunu da biraz sağa doğru uzadıram. Görürsünüz, sağ tərəfdə aşağıda qırıq-qırıq xəttlər var, yəni bizə köməklik göstərir. Bunu da etdikdən sonra ölçünü bir qədər böyüdək. Burada Increase Font Size əmri var, yəni böyük A hərfini basırıq. Bir qədər böyütməyə çalışırıq. Bu çox oldu. 24-də saxlayaq və şəkli bir qədər kiçildək aşağıdan ki, yəni eyni nizamda olsun. Burada bu artıq sözü silək. Bizə lazım deyil. Görürsünüz, burada fərq yarandı. Ona görə şriftin ölçüsünü bir qədər də böyüdək. 24, 28, buraya girib 26 yazaq. Yəni heç bir uyğun gəlmədiyinə görə 26 yazdıq. Nisbətən uyğun gəldi və bir qədər də şəkli buradan biraz böyüdək ki, eyni nizamda olsun. Gəncə sözünü seçib qalın edirik və digər slaydlarda da eyni prosesləri edəcəyik.
Bunları etdikdən sonra gəlin bu şəkilləri də maraqlı formaya salaq. Məsələn, Bakı şəklini seçirik. Burada Picture Format adlı alət dava açılır. Buradan çərçivələr var. Məsələn, bu çərçivələrdən birini seçək. Tutaq ki, gəlin belə bir şey seçək. Kölgəsi düşsün aşağıya doğru. Daha doğrusu əks elətdirmə effektidir bu. Daha sonra Gəncə adlı şəkili seçdik və buradan belə bir effekt verək. Maraqlı olsun. Lənkəranı seçək. Buradan belə bir effekt verək. Daha sonra Qubanı seçək. Buradan dairə seçək. Hətta istəyirəmsə ki, dairənin kənarları da fərqli rəngdə olsun. Burada Picture Border adlı əmr var. Yəni buradan tənzimləyə bilərsiniz. Yəni elə başlığa uyğun yaşıl eləyək. Gəlin bu slaydlara səhifə nömrəsi də verək. Bunun üçün Insert tabına daxil oluruq. Burada Slide Number adlı əmr var. Buraya daxil oluruq və burada Slide Number, yəni müvafiq seçimi etdikdən sonra Apply to All əmri üzərində sol düyməsini vuracağıq. Üstündə səhv etmirəmsə Print Coefficient olacaq, səhv etmirəmsə. Burada görürsünüz səhifə nömrələri əks olunur. İndi ola bilər sizdə bu yuxarıda olmasın. Bunun da səbəbi ondan ibarətdir ki, yəni burada temadan asılı olaraq dəyişə bilər. Görürsünüz, məsələn, bu temanı seçsəydik, səhifə nömrəsi aşağıda görsənəcək. Yəni hər slaytda fərqlidir. Yəni fərqli yerlərdə olur. Bəzən də solda olur, bəzən də yuxarıda, bəzən aşağıda. Yəni temadan asılı olaraq dəyişə bilər bunun mövqeyi. Daha sonra tarix və vaxt əlavə eləmək istəyirəm. Date and Time əmrinə vururam. Elə eyni pəncərə açılır. Burada Date and Time seçimini aktiv edirəm. Apply to All əmrini sıxıram. Məsələn, bu temada aşağıda əks olundu ola bilər. Başqa temalarda solda, yuxarıda, sağda, yəni fərqli formada əks oluna bilər. Məsələn, baş slaytda fikirləşsiniz yuxarıda əks olunur. Və başlıq da əlavə eləmək olar. Yəni məsələn, istəyirsiniz ki, yəni bu təqdimatın slayddan aşağısında və ya yuxarısında temadan sonra dəyişir. Məsələn, bir ad yazasınız, ya kurs adı, ya şirkət adı və s. Yəni istənilən bir adı əks elətdirmək istəyirsinizsə, yenə Insert tabında Head and Footer əmrini üzərində sol düyməsini vurursunuz. Yenə eyni pəncərə açılır. Ümumiyyətlə Head and Footer, Date and Time və Slide Number. Yəni bu üç əmrdən hansını vursanız, yəni eyni pəncərə açılır. Burada Footer seçimini aktiv edib, burada hər hansı bir, yəni qeyd etdiyim kimi, yəni kurs, şirkət, yəni müəssisə adı yazırsınız. Mən sadəcə təqdimat sözü yazacağam nümunə olaraq. Apply to All-u basandan sonra görürsünüz, indi baş slaytda yuxarıdadır, digər slaytlarda aşağıdadır və təbii ki, buradan da seçib, yəni istəsəniz bunun ölçüsünü böyüdə də bilərsiniz, rənglərini dəyişə də bilərsiniz, həm tarixin, həm bu adın, həm də ki, bu səhifə nömrəsi, yəni fərqli rənglərdə də, formatlarda da tərcih edə bilərsiniz və bundan sonra biz sadə təqdimat faylını yaratdıq, yəni bundan sonra növbəti dərslərdə inşallah biz bu təqdimat faylına videoya necə əlavə eləmək olar, eyni zamanda slaydlara və slaydın obyektlərinə necə effekt vermək olar, bu barədə video dərslərimiz olacaq. Belə videonu bəyəndinizsə, like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar bizim video dərslərdən faydalı bilsinlər. Hələlik sağ olun.